Salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə 11-ci sinifdə biri mənə bunlar desəydi videosu çəkirik. Yəni ağlıma fikir elə gəldi ki, 11-ci sinifdəki mənə nə deyərdim deyə sizə video çəkirəm. Kaş bilərdim də bu tövsiyələri. Ona görə sona qədər izləyin. Sadəcə 10 sinifi bitirib 11 olanlara yox, bütün hər kəsə uyğun tövsiyələr verəcəm. Yəni 8-ci sinif, 9, 10 hamısına uyğun tövsiyələr verəcəm ki, hamınıza faydalı olsun. İlk dəfə izləyəcək olanlar üçün mən Solmaz 2025-ci ildə 651 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olmuşam və indi isə birinci kursu bitirirəm. Birinci danışmaq istəyirəm ki, bəli, sizə qorxulu gəlir 11-ci sinif imtahan ilidir falan. Qorxulu gələcək, narahat olacaqsınız, stres olacaqsınız. Amma biri bunu sizə deməlidir ki, bu hisslərin hamısı normaldır. Yəni, hamısı normaldır bu hisslərin. Bu hissləri hamımız yaşamışıq. Yəni, burada bir problem yoxdur. Ona görə özünüzü daha çox stresə salmağın yeri də yoxdur. Yay tətilində nə yeməlisiniz? Bundan danışaq. Çünki yorumlarda çox görürəm bu mövzunu. Yay tətilində nə yeməlisiniz? Mən demirəm ki, yay tətilində bomboş keçirin yay tətilini ya da 7-24 dərs oxuyun. Yay tətili sizə istirahət eləməyiniz üçün verilir. Ona görə də 3-5 saat dərs oxusaz bir gün içində yetərlidir. Əgər buraxılış üçün soruşursunuzsa, ingilis dilinə listening eləməyinizi tövsiyə edirəm. Yəni, çoxlu listeninglər eləyin. Listening eləmək qaydasında bəlkə başqa bir videolarda listening reading mövzusunda sizə tövsiyə verərəm. Amma qısa bir şəkildə deyim ki, listening edirsiniz, bilmədiyiniz sözləri mütləq dərəcədə lüğətə yazırsınız və əzbərləyirsiniz və yay tətilində sizə tövsiyəm çox listening eləməkdir. Yəni, qulağınızın uyğunlaşmasıdır ingiliscə səslərə. Və digər fənlərdən ümumi bir tövsiyə vermək istəyirəm ki, siz bilirsiniz, siz özünüz hamıdan yaxşı bilirsiniz ki, hansı mövzularda narahatlığınız var, imtahanda hansı mövzular sizi narahat edir. Bu mövzunu heç başa düşmədim dediyiniz mövzuları vərəqə yazırsınız və başlayırsınız hər gün o mövzuları biraz oxumağa. Birinci oxuyursunuz, sonra o mövzuları öz-özünüzə danışırsınız. Öz-özünüzə danışanda tam qüsursuz danışa bildiyiniz anda keçirsiniz test işləməyə və tapa bildiyiniz o mövzu ilə bağlı bütün testləri işləyirsiniz. Əgər müəlliminiz varsa, yay tətildə olsa, çəkinməyin müəlliminizə sual atmaqdan, hansı ki, çox faydalıdır. Yəni, mənim etdiyim səhvlərdən biri də utanıb müəllimə sual atmamaqdır. Amma atın. Ən böyük uğur budur ki, artıq sən onu aşırsan ki, utanmırsan ümumiyyətcə. Yay tətilində nələri etməli olduğunuzu dedim. İndi isə 11-ci sinifdə nələri etməlisiniz. Birinci, dərs oxuduğunuz müddətlə telefona baxdığınız müddəti ayırmalısınız. Siz dəqiq bir şəkildə bilməlisiniz ki, dərsdən sıxılanda belə telefona baxmamalısınız. Çünki o sizin dərs oxumaq saatınızdır. Telefona baxmaq saatınız deyil. Siz iradənizi, zehninizi idarə eləməyə bacarmalısınız. Necə? Misal verim. Məsələn, siz dediniz ki, saat 9-dan 10-a kimi mən telefona baxma vaxtımdır. 9-dan 10-a kimi ancaq telefona baxırsınız. Qalan müddətlərdə heç bir şəkildə telefona baxmırsınız. Ola bilər ki, məsələn, saat 2-də dərs oxuyursunuz, çox dərs oxudunuz, sıxıldınız, telefona baxmayın. Qətiyyən baxmayın, çünki hər sıxılanda telefon yadınıza düşəcək və sizin dərsə fokuslanma müddətiniz azalacaq, heç ürəyiniz dərs oxumaq istəməyəcək. Ona görə telefondan daha çox uzaqlaşın, ən çox 1 saat baxın, tövsiyə edirəm sizə. Bir sonraki tövsiyəm, bura qeyd eləmişəm, tövsiyə elədiklərimi, oradan baxıram. Bir sonraki tövsiyəm səhvlərinizin üstündə çox durmanızdır. Mən məsələn səhv dəftəri tutmuşdum. Səhv yazdığım sualları o dəftərə yazırdım və həmin səhv yazdığım sual tapırdım ki, hansı mövzudandır. O mövzunu yenidən oxuyurdum, yenidən öz-özümə danışırdım. Hansı hissəni danışa bilmədim, yenidən oxuyurdum, yenidən danışırdım. Hansı ki, danışdığım mövzu qüsursuz olana kimi. Sonra testlərə keçirdim. O mövzudakı ən çətin testlər, asandan çətinə kimi hamısını, bütün testləri işləyirdim və işləyə bilmədiklərimi müəllimə atırdım. Ən az belə şübhələndiklərimi belə müəllimə atırdım. Yəni, bunu eləyin. Çox faydalıdır. Üçüncü tövsiyə edəcəyim şey sizin dərs planlamanızdır ki, mən tövsiyəm odur ki,
hazırlığa getdiniz. Bugün məsələn hazırlığa getdiniz. Azərbaycan dilindən məsələn xitab keçdiniz. Xitabı evə gəlirsiniz. Gəldiyiniz anda deyək ki, 1 saat istirahətləz, həmin gün oxuyursunuz. Müəllim onu sizə izah elədiyi gün evə gedirsiniz, o mövzunu oxuyursunuz. Belə daha faydalıdır, belə daha yadda qalıcıdır. Hansı ki, siz o mövzunu oxuyursunuz, üstündən 2 gün keçir və hazırlığa gedəcəyiniz axşam o mövzunu oxuyanda sizin müəllimin dediklərindən heç nə yadınızda qalmır. Və o mövzunu başa düşmürsünüz ya da oxusaz belə tez bir şəkildə yadınızdan çıxır. Ona görə tövsiyə edirəm ki, hazırlıqdan gəlirsiniz və həmin gün mövzunu oxumağa çalışırsınız. Öyrənirsiniz. Sonra hazırlığa gedəcəyiniz gündən bir gün əvvəl təkrar edirsiniz. Və siz hazırlığa qədər o mövzunu 2 dəfə oxumuş və dəqiq bir şəkildə başa düşmüş olursunuz. Mükəmməl bir texnikadır, özüm yoxlamışam və həqiqətən elə öyrəndiyiniz mövzular yadınızdan çıxmır. Və axırıncı məsələ təkrar mövzusu. Axırıncı məsələ deyil, əslində deyəcəyim bir şey də var. Təkrar mövzusu, təkrar edirsiniz. Yəni, məsələn, bugün öyrəndiniz, 3 gün sonra təkrar edirsiniz, sonra 7 gün planınız olur. 7 gün sonra təkrar edirsiniz, araları aça-aça, amma ki, dəqiq bir şəkildə təkrar edirsiniz. Siz təkrar eləmədikcə, o yaddaşınıza, qalıcı yaddaşa keçmir. Ancaq bir həftə qalır, məsələn, sonra gedir. Bunu istəmirik. Ona görə də mütəmadi, davamlı yaddaşa keçmək üçün mütəmadi təkrar proqramı hazırlayırıq. Sonra sınaqlar işləyirik. Sınaqlara kitaba baxaraq, kitabdan həmin mövzunu taparaq, baxaraq yox. İmtahana girirmiş kimi sınaq işləyirik. Sınağı necə işləyirik? Sınağı açırıq, vaxtı qoyuruq. Məsələn, yarım saat, məsələn, 1 saat. Və işləyirik sınağı, axıra kimi işləyirik. Yoxlayırıq, səhvləri yenə səhv dəftərimizə yazırıq. Həmin mövzuları yenidən oxuyuruq, o səhv sualı müəllimə atırıq və sınağı doğru şəkildə analiz edirik ki, biz burada nəyi bilmirik. Sualı da dəqiq bir şəkildə analiz edirik ki, bunu bilməməyimin səbəbi nədir? Bu mövzunu mu düzgün bilmirəm? Düzgün o suala fokuslana bilməmişəmmi sınav müddətində? Diqqətim mi zəif olub? Mövzunu bilirəm, amma diqqətim mi zəifdir? Bunu tapırsınız və o səhvinizin üstünə gedirsiniz. Abituriyentlərin etdiyi səhv bir şey haqqında danışmaq istəyirəm. Hansı ki, onlar bilmirlər ki, bu həqiqətən vacib bir şeydir. Siz dərslərinizi qoruduğunuz kimi özünüzü də qorumalısınız. Psixologiyanıza diqqət eləməlisiniz. Yəni 7-24 dərs oxumamalısınız. Bəzən dostlarınızla çıxıb gəzə də bilərsiniz. Yəni burada heç bir problem yoxdur. Yuxu rejiminizdə çox diqqət edin. Yuxu rejimi ən az 6-8 saat yatın. Mən şəxsən həmişə ən az 6-8 saat yatırdım. Çünki siz yatanda gündüz oxuduğunuz mövzular axşam yatanda beyninizdə təkrar eləməli olunur və qalıcı yaddaşda depolanır. Məni buraya qədər izlədiyinizə görə təşəkkürlər. Ola bilər video qısa olsun. Gələcəkdə daha çox tövsiyə videolar çəkəcəm. Biologiya ilə, kimya ilə, fizika ilə ayrı. Amma ki, çox vaxtım yoxdur indi. Ona görə biraz video qısa oldu. Çünki sabah imtahanım var. Və mən burada video çəkirəm sizə. Bir like alaram bu mövzuya görə. Like'ınızı gözləyirəm. Və sonda sizdən tək bir istəyim var. Bir yerdə manifest edirik, çünki mən manifestə inanıram. Yəni, bacarmış da biriyəm. Yəni, qarşınızda mən. Və yoruma qəbul olmaq istədiyiniz universiteti və məqsədiniz olan bal yazırsınız və gələn il inşallah həmin universitetdə oxuyanda o mesajları oxuyarsınız. Ya da qəbul olduğunuz an gəlib o mesajın altına qəbul oldum falan alındı bu manifestimiz yazmanızı istəyirəm. Sağ olun, salamat qalın.